Əziz qardaşlar, yaradılış qayəsi olaraq hər bir insanın həyatının müəyyən dövrlərində bir çeşid bəla və sıxıntılarla və yaxud da çətinliklərlə imtihan olması qaçınılmaz bir haldır. Ona görə də möminlər olaraq hər birimizin səbir anlayışını zehnimizdə gözəl bir şəkildə formalaşdırmağımız lazımdır. Necə ki, Allah Teala Quran-ı Kərimdə bir ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا. Əlbəttə, hər çətinliyin yanında bir asanlıq vardır. İnnə mə'al usri yusra. Yəni, hər çətinliklə bərabər bir asanlıq da vardır. Bu ayət kəriməyə baxdığımız zaman onu anlamış oluruq ki, əslində insanın həyatı çətinlik və asanlıqların bir-birini əvəzləməsi ilə davam edən bir prosesdir. Ona görə də möminlərin vəzifəsi ondan ibarətdir ki, hər bir mömin o çətinlik anında səbr etməyə bacarmalı, asanlıq anında isə şükrü heç bir zaman unutmamalı, yadından çıxarmamalıdır. Burada baxdığımız zaman səbir məfhumundan danışarkən qeyd olunur ki, səbir gec bar verən, amma meyvəsini yediyin zaman səbr etməyə dəyərmiş deyən bir ağaca bənzəyir. Ona görə də biz bunu gözəl bir şəkildə dəyərləndirməliyik. Çünki bu ağacın çox gözəl meyvələrin olduğunu biz görməkdəyik. Bunu Həzrət Peyğəmbər dövründə də, günümüzdə də misallarla izah edə bilərik. Belə ki, əziz qardaşlar, Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə o 13 illik Məkkə dönəmində çox əziyyətlər gördülər, çətinliklər çəkdilər. Səbir dediyimiz zaman Bilalların, Ammarların, Habbabların sıxıntılarını biz göz önündə gətirdik və onların dindən döndərmək üçün edilən işgəncələrə qarşı səbirlə dirəniş göstərdiklərini gördük. Dolayısıyla bu cür mübarizə apardılar və bu 13 ilin sonunda isə onlara Allah Teala İslam xilafətini qismət elədi. Onlar bir İslam dövləti qurdular orada və bu sanki səbrin bəhrəsi olaraq Allah onlara bu niməti verdi. Və sonradıqda bu xilafət böyüyərək gəlmiş, keçmiş dünyada olan ən böyük dövlətlərdən birinə çevrilmiş oldu. Və bu səbirin bəhrəsi idi, əziz qardaşlar. Biz bu bəhrəni həm Peyğəmbər zamanında, həm də öz dövrümüzdə də görməkdəyik. Məsələn, biz Qarabağ müharibəsini buraya misal göstərə bilərik. 30 il bundan qabaq ermənilər nə eləmişlər? Bizim torpaqlarımızı işğal eləmişlər. Amma Azərbaycan xalqının, ordusunun səbri nəticəsində bu səbir öz bəhrəsini verdi və ordumuz da öz torpaqlarını işğaldan azad edilərlər. Bu, Allahın səbirə qarşılıq verdiyi mükafata bir digər örnək kimi göstərilə bilər. Və əziz qardaşlar, ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşulanda ki, ya Peyğəmbər, iman nədir deyildikdə, Allah Rəsulü qayıdır cavab verir ki, sallallahu aleyhi və səlləm, deyir, iman xoşgörü və səbirdən ibarətdir. Allah Rəsulunun bu sözünə dayanaraq Abdullah ibn Məsud radiyallahu anh qeyd edir ki, səbir imanın yarısıdır. Yəni, düşünün, iman 100-dürsə, səbiri 50 olaraq qiymətləndirir ən böyük səhabələrdən biri. Bir digər məsələ isə Həzrət Əlinin gözəl bir bənzətməsi vardır. Deyir, başın bədəndəki yeri nədirsə, səbirin də dindəki yeri odur. Yəni, başsız bədənin bir anlamı olmadığı kimi, səbirsiz də dinin heç bir anlamı yoxdur. Məsələn, biz şeytan nümunəsində bunu gözəl bir şəkildə görürük. Allah Teala ona əmr eləyir ki, Həzrət Adəmə səcdə et. Heç çox səbirsiz davranır iblis və hikmətini soruşmadan, ya Rəbbi, mən niyə Adəmə səcdə etməliyəm deyə Allahın ona izah etməsini gözləmədən üsyankar davrandı və qəzəblənərək nə eləmiş oldu? Səbirsizlik göstərmiş oldu. Buna görə də ən böyük nemət olan cənnətdən qovuldu. Dolayısıyla bu onu göstərir ki, qəzəblənmək yerinə səbirli davranarsa, biz də bir mükafat qazanmış olarıq. Əks təqdirdə şeytan kimi Allahın rəhmətindən uzaq düşərik. Və əziz qardaşlar, burada baxdığımız zaman onu görmüş oluruq ki, Ənfal surəsi 85-ci ayət kəlmədə gözəl bir ifadə keçməkdədir. Allah Teala buyurur ki, sizin içərinizdən döyüş zamanı 20 nəfər səbirli bir insan olarsa, bu 20 nəfər səbirli insan düşmən qoşunundan 200 nəfəri məğlub eləməyə qadirdir. Bir də deyir, əgər sizin içərinizdən 100 nəfər səbirli adam çıxarsa, bu 100 nəfər düşmən qoşunundan 1000 nəfəri məğlub etmək iqtidarına sahibdir. Yəni, bu nəyə göstərir? Bu onu göstərir ki, bir mömin səbirli davranarsa, o möminin səbirli davranmasına qarşılıq Allah Teala mübarizə vaxtında 1-ə 10, yəni 10 nəfəri məğlub etmək gücünü ona verəcəkdir. Bu, Allahın bizə olan bir vədidir. Yəni, burada biz onu görürük ki,
Yəni bəzən bir fantastik bir göstərici kimi görsənə bilər ki, bizə necə ola bilər ki, bir nəfər adam 10 nəfərə qarşılıq orada qələbə qazana bilsin. Amma biz bu günümüzdə məsələn bir Mübariz İbrahimovun simasına baxdığımız zaman bir nəfərin nəinki 10 nəfərə qarşılıq, hətta yüzlərlə düşməni belə məğlub edə biləcəyinə şahidlik etdik. Bu hansı zaman mümkündür? Bu Allahın yardımını öz arxasına aldığı zaman mümkündür. Məsələn, biz öz günümüzə baxdığımız zaman bu texnologiya zamanəsində bir nəfərin bir texnoloji alət vasitəsilə döyüş zamanı nəinki 10 nəfər, hətta 1000-dən çox insanın belə düşmən ordusunun zərərsizləşdirilməsinə belə qadir olduğunu biz orada həm də müşahidə edirik. Yəni, dolayısıyla əziz qardaşlar, bizim burada ona şahidlik edirik ki, baxdığımız zaman bir də Ali İmran surəsi 125-ci ayəsi qarşımıza çıxır. Orada da Allah Teala buyurur ki, deyir, əgər siz səbirli davranarsınızsa, o zaman sıxıntı anında Allah Teala deyir, 5000 mələklə sizlərə kömək edəcəkdir. Bunu Peyğəmbərimiz o vaxtları Allahın verdiyi bir vəd olaraq qarşımıza çıxmaqdadır. Bir digər məsələ isə Uhud döyüşü olaraq biz görürük. Məsələn, Uhud döyüşündə Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem oxçular adlanan səhabələr vardı ki, onlara dedi ki, səbirli davranın, mənim əmrim olmadan öz olduğunuz mövqeyi tərk eləməyin desə də, oxçular səbirsiz davrandılar və beləcə Uhud döyüşündə müsəlmanların məğlub olmasına gətirib çıxaran bir hadisə baş verdi burada. Və ona görə də, əziz qardaşlar, səbir həqiqətən çox böyük bir məsələdir. Amma bir də səbrin yanlış anlaşılan tərəfi də vardır ki, o da nədən ibarətdir? Səbir, məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ətrafınızda bir yanlışlıq olarsa, bir belə deyək ki, səhv bir əməl işləndiyini görərsinizsə, buna qarşı səbirli davranmaq dinimizdə icazəli deyildir. Yəni, tutaq ki, böğrünüzdə bir müsəlman qardaşınıza haqsızlıq edilirsə, onun haqqına girilirsə, bu zaman qoy mən səbr edeyim, bu düzgün bir məsələ deyildir. Çünki Allah Rəsulü buyurur ki, bir yanlış iş gördüyünüz zaman onu deyir, əlinizlə düzəltməyə çalışın. Əgər əlinizlə düzəltmək gücünüz yoxdursa, o zaman dilinizlə ən azından bu işin yanlış olduğunu deyərək o qarşı tərəfə müqavimət göstərin. Əgər bunu da bacarmırsınızsa, ən azından qəlbinizdə deyir, o zalimlara qarşı nə olsun? Bir kin olsun. Çünki Allah dostlarını sevmək, Allah düşmənlərinə qəzəb etmək isə dinimizin bir gərəyidir, əziz qardaşlar. Və dolayısıyla baxdığımız zaman, burada biz bu kimi məsələlərə şahidlik edirik. Və bir ayət kərimədə Səcdə surəsi 24-cü ayədir ki, Allah Teala buyurur ki, deyir, sırf deyir, səbr etdiklərinə görə biz onları doğru yol göstərən öndərlər təyin etdik. Yəni, Peyğəmbərlər olsun, istər övliyalar olsun, istər axirətdə şəfaət məqamında şəhidlərdir, hafizlərdir və digər insanlardır. Bunlar sırf səbirlərindən dolayı Allahın o dərəcəyə çatdırdığı kimsələrdir. Bir digər ayət kərimədə İnna Allaha ma'as sabirin kesir. Yəni, Allah Teala səbr edənlərlə bərabərdir buyurur. Məsələn, Furqan surəsi 75-ci ayət kəriməsi vardır ki, Allah Teala çox gözəl bir ifadə səsləndirir orada. Deyir ki, yalnız və yalnız səbir etdiklərinə görə cənnətin ən yuxarı dərəcəsinə layiq görürdülər. Yəni, bu nəyə göstərir? Səbrin nə qədər böyük bir iş olduğunu bizə göstərmiş olur. Və dolayısıyla, əziz qardaşlar, sonda isə onu qeyd edək ki, səbir müsibətin, sıxıntının, hər hansı bir yanlış məsələnin ilk anında göstərilən bir işdir. Yəni, səbir, məsələn, baxırsan ki, iki nəfər bir-biri ilə dalaşır, İş oldu, bitdi, keçdi, yəni hər şey oldu, ən sonda səbr eləməyə başlayırlar. Bu çox yanlış bir işdir. Halbuki Allah Quran-ı Kərimdə buyurur ki, "Vasbir alə mə yəquluna vahşurhum həcran cəmilə." Yəni deyir, hər hansı bir yanlış bir söz söyləndiyini gördüyünüz zaman sizə qarşı, o zaman çalışın ki, orada mübahisə yaranmasın, ixtilaf çıxmasın, tez bir zamanda gözəl tərzdə oradan ayrılın deyir Allah Teala. Ona görə də yəni möminlər arasında qarşıdurma zamanı səbir göstərilməsi də Allahın ən bəyəndiyi əməllərdəndir. Və Allah Teala'ya sonunda dua edək ki, Uca Rəbbimiz səbir edərək o verdiyi nemətlərə, bizə müjdələdiyi nemətlərə nail olmağı hər birimizə nəsib eləsin. Allah Teala öndərimiz olan Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellemin yolundan getməyi də hər birimizə qismət eləsin.